Salam əziz dostlar. Bu həftəmizin mövzusu bir-birimizdə yaşamaq. Gəlin etiraf edək ki, münasibətlər, yəni heç də asan deyil, elə deyilmi? İstər ailə daxilində olsun, istərsə də işdə. Hamımız bir-birimizlə daha yaxşı yola getməyin yollarını axtarırıq. Bugün gəlin biraz fərqli bir mənbəyə baş vuraq. Söhbət Kolossillərə yazılmış qədim bir məktubdan gedir. Amma inanın, buradakı prinsiplər bugün də bizim ən vacib əlaqələrimiz üçün çox aktualdır. Deməli, baxaq görək nələrdən danışacağıq. Əvvəlcə ailənin təməlindən başlayırıq. Sonra evliliyə keçirik. Oradan uşaqların tərbiyəsinə, iş yerindəki münasibətlərə və nəhayət, ümumiyyətlə, ətrafımızdakı insanlarla necə davranmalı olduğumuza baxacağıq. Beləliklə, hazırsınızsa başlayaq. Yaxşı, gəlin ilk hissəmizə keçək. Ailə hər şeyin başladığı yerdir. Dərsimizin təklif etdiyi bir bənzətmə var. Bəlkə də sizə biraz qəribə gələcək. Ailəyə bir şirkət kimi baxmaq maraqlıdır, elə deyilmi? Baxın, bu sitat məsələni çox gözəl yerə açır. Yəni bir ailənin ayaqda qalması üçün təkcə sevgi, hisslər kifayət deyil. Eynilə bir şirkət kimi ortaq dəyərlər, hədəflər olmalıdır. Və ən əsası, hər kəs öz üzərinə düşəni etməlidir ki, bu şirkət uğurlu olsun. Məsələ qarşılıqlı məsuliyyətdədir. Deməli, əsas məqam budur. Necə ki, uğurlu bir şirkətin öz prinsipləri var, sağlam bir ailənin də təməlində ortaq dəyərlər və hər kəsin birgə səyi dayanır. Bu fikir əslində bizi növbəti mövzumuza, ailənin özəyinə aparıb çıxarır. Yaxşı, indi gəlin ailə içindəki ən yaxın, ən intim münasibətə baxaq, evliliyə. Görək bu prinsiplər burada necə işləyir? Aha, bəs mənbə evlilikdəki rol bölgüsünü, məsuliyyətləri necə tarazlaşdırır? Çox maraqlı bir yanaşma var. Mətn həm qadına, həm də kişiyə ayrı-ayrılıqda müraciət edir. Gəlin bu göstərişləri yan-yana qoyub baxaq. Diqqət edin, burada bir tərəflə bir əmr yoxdur. Bir tərəfə tabe ol deyilirsə, digər tərəfə də sev və sərt davranma deyilir. Yəni hər iki tərəfin üzərinə məsuliyyət qoyulur. Bu əslində qarşılıqlı hörmət və qayğıya dayanan tərəfdaşlıq modelidir. Yaxşı, bəs bu balans real həyatda nə deməkdir? Mənbə bunu çox detallı izah edir. Birincisi, qadının sədaqəti kör-körənə bir itaət deyil. İlk növbədə öz inancınadır. İkincisi, kişinin sevgisi adi bir sevgi yox, fədakar bir sevgi olmalıdır. Və bəlkə də ən vacibi bu prosesdə qadının şəxsiyyəti ərinin şəxsiyyətinin içində əriyib getməməlidir. Məqsəd nədir? Qarşılıqlı məsləhətləşən, bir yerdə qərar verən əsl bir komanda olmaq. Evlilikdən sonra təbii ki, növbə gəlir uşaqlara. Gəlin indi də bu dairəni genişləndirib valideyn-övlad münasibətlərinə baxaq. Və təəccüblü deyil ki, burada da eyni qarşılıqlı məsuliyyət prinsipini görürük. Bəs bir ailəni nəsillər boyu güclü, bir-birinə bağlı bir komanda kimi saxlayan nədir? Mənbə bizə uşaqların sağlam, dəstəkləyici bir mühitdə böyüməsi üçün çox vacib, tarazlı bir resept verir. Baxın, bu balans necə qurulur? Bir tərəfdən uşaqlara deyilir ki, valideynlərinizə itaət edin. Amma eyni zamanda atalara, yəni valideynlərə çox ciddi bir xəbərdarlıq edilir. Uşaqlarınızı incitməyin, yoxsa onların həvəsi və cəsarəti qırılar. Yəni bu, qorxu ilə yox, qayğı ilə, ruhlandırmaqla rəhbərlik etmək deməkdir. Və mətn atanın rolunu xüsusi olaraq vurğulayır. Yəni atanın təsiri təkcə uşaqlıq dövrü üçün deyil, uşağın böyüyüb, yetkin bir fərd olanda da öz inancını qoruyub saxlamasında çox böyük rol oynayır. Bu əslində gələcək nəslin formalaşması üçün bir investisiyadır. Yaxşı, indi evdən çıxıb iş həyatına keçirik. Bu prinsiplər peşəkar həyatda necə işləyir? Onu deyim ki, bu hissə bəlkə də ən çox müzakirə olunan hissədir. Çünki burada qul və ağa kimi ifadələr var ki, bugün bizə çox yad gəlir. Ona görə də gəlin əvvəlcə bunun tarixi kontekstinə bir nəzər salaq. Amma bu kontekstdən əvvəl bütün işlərə aid olan universal bir prinsip var. Baxın, deyir ki, nə iş görürsünüzsə, insanlar üçün yox, Rəbb üçün işləyirmiş kimi ürəkdən işləyin. Bu fikir mövqeyindən, vəzifəsindən asılı olmayaraq istənilən işə bir məna, bir ləyaqət qatır. Bəs o qullar məsələsi nədir? Mənbənin izah etdiyi kimi, Roma imperiyasındakı qulluq sistemi sonradan Amerikada və başqa yerlərdə gördüyümüz irqə əsaslanan ömürlük köləlikdən fərqlənirdi. Çox vaxt borca görə müvəqqəti bir xidmət idi. Yəni, mətn o dövrün reallıqları çərçivəsində yazılıb və burada çox güclü bir mesaj var. Mətn təkcə qullara yox, ağalara da müraciət edir. Onlara deyir ki, əlinizin altındakılarla ədalətli, haqlı davranın. Niyə? Çünki sizin də başınızın üstündə bir ağa var.
Yəni siz də kiməsə cavabdehsiniz. Bu o deməkdir ki, sosial statusdan asılı olmayaraq heç kim mütləq hakim deyil. Deməli, bütün bu tarixi konteksti bir kənara qoysaq belə, əsas prinsip dəyişmir. Qarşılıqlı ədalət və hesabatlılıq. Bu ideya o dövr üçün nə qədər inqilab etsə, bugünün işə götürən işçi münasibətləri üçün də bir o qədər aktualdır. Və nəhayət son bölməmiz. Ailəyə, iş yerinə baxdıq. Bəs ümumiyyətlə ətrafımızdakı insanlarla, bütün dünya ilə necə ünsiyyət qurmalıyıq? Sözlərimiz, davranışlarımız, dualarımız necə olmalıdır? Ünsiyyət üçün verilən bu məsləhət məncə möhtəşəmdir. Deyir ki, sözünüz hər zaman lütflə dolu olsun. Yəni xoş, mülayim, amma eyni zamanda duzlu olsun. Duz yeməyə dad verdiyi kimi bizim də sözlərimiz maraqlı, mənalı, düşündürücü olmalıdır. Yəni nə yalan, nə də acı. Hər adama özünə məxsus şəkildə cavab verməyin açarı da elə budur. Dua mövzusunda isə 3 konkret açar verilir. Birincisi, davamlı olun. Yəni bezməyin, təslim olmayın. İkincisi, diqqətli, oyaq olun. Yəni nə üçün dua etdiyinizi bilin. Və üçüncüsü, şükr edin. Bu üçü bir yerdə olanda dua sadəcə bir istək siyahısı olmaqdan çıxır. Aktiv, şuurlu bir fəaliyyətə çevrilir. Və bütün bu məqamlar, davranışımız, sözlərimiz hamısı bir ideyada birləşir. Müdürlükdə gəzmək. Bu nə deməkdir? O deməkdir ki, bizim həyatımız başqaları üçün bir nümunədir. Xüsusilə də inanclarımızı bölüşməyən insanlar üçün. Bizim davranışlarımız ya imanımıza hörmət gətirə bilər, ya da əksinə, onu gözdən sala bilər. Buna görə də sözlərimizlə əməllərimiz bir olmalıdır. Və bütün bu ailə mövzusunu yekunlaşdıran çox gözəl bir ayə var. Deyir ki, ev yer üzərində kiçik bir cənnətə çevrilməlidir. Elə bir yer ki, orada sevgi boğulmasın, əksinə böyüsün, inkişaf etsin. Həqiqətən də çox gözəl bir ideal. Beləliklə, gəlin yekunlaşdıraq. Bugün gördüyümüz şey əslində bütöv bir həyat fəlsəfəsidir. Şəxsi həyatımızdan tutmuş, peşəkar həyatımıza qədər bütün münasibətlərin təməlində qarşılıqlı hörmət, fədakar sevgi və hər kəsin daha yüksək bir güc qarşısında məsuliyyət daşıdığı fikir dayanır. Və sonda sizi bir sual ilə baş-başa buraxmaq istəyirəm. Bütün bu danışdıqlarımızdan sonra, bugün, elə indi, öz münasibətlərinizi daha yaxşı etmək üçün hansı bir kiçik addım ata bilərsiniz? Bəlkə də elə hər şey o kiçik addımdan başlayır. Bu barədə məncə düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkür edirəm.